Xəzər TV-nin efirində Aqrar Baxış verilişini izləyirsiniz. Dəyərli izləyicilərimiz, növbəti qonağımıza keçid almaq istəyirəm. Bu dəfə sizinlə suvarma sistemlərindən danışacağıq. Azərbaycanda tətbiq olunan müasir suvarma texnologiyaları nələrdir? Yeni tipdə innovativ suvarma sistemləri hansılardır və necə tətbiq olunur? Bu barədə suallarımızı IBC Irrigation Sistemləri şirkətinin təsisçisi Hüseyn İşbilir cavablandıracaq. Hüseyn bəy, salamlayıram sizi. Xoş gəlmişsiniz deyirəm studiyamıza. Hüseyn bəy, elə qeyd elədiyim kimi müasir suvarma sistemlərindən danışmaq istəyirəm, bəhs eləmək istəyirəm. Çünki suvarma ümumiyyətlə bütün sahələrdə ən vacib məsələlərdən biridir. Yəni sudan doğru istifadə və bunun üçün də yeni texnologiyaların tətbiqi vacib və əsas məsələdir. Sizin tətbiq elədiyiniz nasossuz suvarma sistemləri var ki, biz bundan haqqında yəni eşitmişik, öyrənmişik. Nasossuz suvarma üzən pompa sistemləri. Gəlin bu haqda danışaq, tamaşaçılarımızı da məlumatlandıraq. Ben de çok teşekkür ederim beni davet ettiğiniz için. Sizin aracılığınızla tüm seyircilerimizi selamlıyorum. Öncelikle bizim çok önemli destur olarak kabul ettiğimiz ve amaç olarak kabul ettiğimiz bir şey şu ki, Azerbaycan'daki su kaynaklarının ve enerji kaynaklarının yani resurslarının semereli istifade edilmesi birinci bizim amacımız ve maksadımız. Zaten 6 yıldır bulunmuş olduğum bu süreç içerisinde bütün gayem bu oldu. Bunun için birinci növbede nasossuz suvarma sistemleri yani samokot suvarma sistemlerini ilkin ben mümkün olduğu kadar getirmeye çalıştım. Ve bu nasossuz suvarma sistemi öyle bir şey ki arazide bize lazım olan hündürlük fergi varsa bizim için yeterli olan o hündürlük ferginden istifade ederek nasossuz suvarma sistemi kuraştırabiliyoruz. Yani bu bizim enerjiye ihtiyacımızın olmadığını gösteriyor. Zaten geriye kalan... Çok özür dilerim. O hündürlük fərqi nə qədər olmalıdır? Var mı belə bir qaydası? Var. Teknik olarak filtrenin geri yıkaması için lazım olan 2.5 bar basınca ihtiyaç var. O da 25 metrelik bir hündürlük fergi yapıyor. Yani baseinle filtrehane arasında 25 metre bize varsa o bizim için yeterli. Ondan sonraki bütün araziyi cazibeyle sulamaya bizim için yeterli. Nasosa ihtiyacımız yok. Yüzen nasos meselesinde de yine amacımız hep suyu ve enerjiyi az kullanmak olduğu için çünkü çok sınırlı. Su kaynaklarımız da sınırlı, enerjimiz de sınırlı. Orada bizim amacımız suyun, baseyinde var olan suyun tamamını istifade etmeye amaçlıyoruz. Böylelikle suyun baseynin %95'ine yakını kullanabiliyoruz. 95%'ine yakını. Aydındır. Hüseyin bəy, bir də sizin tətbiq elədiyiniz tam avtomatlaşdırma sistemləri var. Yəni avtomatlaşdırma həyatımızın hər bir mərhələsində var. Bax, bu sistemin fərqi nədir? Suvarma sistemlerinde otomasyon sistemine geçiş şu demek, tam avtomatlaştırma. Sizin cep telefonunuzdan ya da bir kompütürden bir suvarma sistemini tek bir neferin idare etmesi demek. Bu radyolu sistemlerle o suvarma sisteminde var olan kranları uzaktan açıp kapatabiliyoruz. Aynı zamanda yerleştirilecek olan hava istasyonlarıyla o noktadaki, o arazideki iklimsel verileri toplayıp o günkü bitkinin su ihtiyacına göre kranları açıp bağlıyoruz. Yani normal klasik sulama sistemlerinde bir adam gider 1 saat 2 saat açar vanayı ama o gün hava istasyonu bize diyor ki mesela o gün 10 dakika çalışması lazım. Yani bu bize hem enerji hem de suyu tasarrufunu bize çok fazla yararı var. Bir de biz bununla yetinmiyoruz, bir de toprak nem sensörleri yerleştiriyoruz. Anadolu kent təsərrüfatı deyək də buna. Aynen öyle. Yani bu toprak nem sensörleriyle de biz toprakta her 10 santimetrede sıcaklık ve nem miktarını ölçüyoruz. Eğer bitki gelişimi 30 santimdeyse toprak altında suyun 30 santimden daha fazla aşağı kaçmasını engelliyoruz. Çünkü bitkinin istifade edeceği yer 30 santimdi. Su aşağı kaçanda bize bilgi geliyor ve o anda sulama sistemini kesiyoruz, durduruyoruz. Toprakla o bilgileri birbiriyle entegre edip tek bir operatörün cep telefonundan suvarma sistemini günlük idare edebiliyor. Sınırsız sayıda da programlama yapabiliyor elbette. Bu saatte şunu aç, bu saatte şu vanaları kapat. O gübreleme sistemini devreye girsin. Gübreleme de çok fazla hayır var. Avtomatlaştırma sistemleri. Yani fermerin belə deyək də sahəyə getməyinə bir növ ehtiyac olmadan varmı? Yəni mən bu artıq bu cihazlar vasitəsilə
fermerin çox da artıq həmin sahəyə gedib o böyük məsafələr qət eləməyinə ehtiyac duymadan həmin bu avtomatlaşdırılmış sistemlə öz suvarmasını tənzimləyə bilər. Cep telefonundan fermerlerimiz bunu izleyebilir. Öyle bir yatırımcılarımız var ki Şeki'de, Qaxda, Qarabağda işletmeleri olan büyük fermerlerimiz var. Bu fermerlerimiz neticede bir yatırım yapıyorlar. Ve bu yatırımda suvarma sisteminin işleyip işlemediğini, hangi hisseye ne kadar suyun gidip gitmediğini günün sonunda istediği anda cep telefonundan kendisi de kontrol edebiliyor. Ve böylelikle hem uzaktan da sahayı idare etme kolaylığı sağlıyor avtomatik sistemler. Aydındır. Hüseyin bəy, belə bir sual vermək istəyirəm. Bax, bizim hal-hazırdakı ən böyük məqsədlərimizdən biri bütün ölkə olaraq, xalq olaraq Qarabağın dirçəldilməsidir, yenidən qurulmasıdır, bərpasıdır. Bu baxımdan kənd təsərrüfatı sahəsində də Qarabağda çox böyük işlər görülür, addımlar atılır. Mən öyrənmək istəyirəm ki, bax, bu sistemlər işğaldan azad olmuş ərazilərimizdə tətbiq olunurmu, nə dərəcədə tətbiq olunur və oradakı, belə deyək də, çətin məqamlar nələrdir? Olunuyor. Biz Zafer yolu üzerinde Şuşa'ya 30 kilometre kalmış bir kentte şu an için 3. aşamasındayız projenin. Orada da çok değerli bir müşterimizin fındık bağları var. Şu an için tahminen 350 hektara yakınlaştı. Orada da lazımlı olan yerden asoslu su varmayı, lazımlı olan ki bütün proje zaten radyolu idare ediliyor ve uzaktan işletme sahibi bunu kontrol edebiliyor. Aynısını Karabağ bölgesinde o Tuğ kentine biz bunu montajını yapmışız. Şu an bir safhası daha var. 150 hektar daha yer açılacak orada. Sonrasında Cebrail'de yine aynı bir çalışmamız oldu. Evet, Karabağ'da çok ciddi çalışmalar var. Elbette bu mina temizlemesinden sonra yavaş yavaş giriyoruz. Çünkü bizim suvarmacıların girişi en sonra oluyor. Önce oraya bir işletme giriyor, orayı bir temizliyor, ekiyor, biçiyor. O esnada sulamacılar daha sonraki aşamada giriyor. Çetinlikler var elbette. En büyük bizim yaşadığımız çetinlik işçi bulma çetinliğiydi. Orada çünkü kontrollü giriş çıkışlar sağlandığı için personel bulmada çok zorlanmıştık. Ama çok mutlu olduğumuz bir proje oldu bizim için Karabağ. Ona da katkıda bulunmuş olmak bizi çok mutlu etti. Əlbəttə ki, indi inşallah torpaqlarımızı tamamilə qaydanda öz yerli əsl sahibləri belə deyək, tamamilə qaydandan sonra düşünürəm ki, bu problem də aradan qalxmış olacaq. Hüseyin bəy, son olaraq 2024-cü il üçün hədəflərinizi öyrənmək istəyirəm. Məlumdur, bayram ərəfəsindəyik. Mən düşünürəm ki, sizin üçün uğurlu bir il oldu 2023, yəni demək olar. 2024-dən nələr gözləyirik? 2023 ve 2022 için bizim için çok uğurlu oldu. İkinci yılın sonunda 2000 hektara yakın damla sulama tatbik etmiş olduk. Referans projelerimiz oldu. 2024'ten arzumuz öncelikle Karabağ'da bütün kaydışın tamamlanması. İnşallah. O bölgede bizim ticaret olarak yapmamızdan ziyade 30 yıldır oradaki özlemin bitirilmesi. Sağlıklı bir yıl diliyorum ben herkese. Umuyorum ki 2024 herkese huzur ve mutluluk getirir. İnşallah biz ümid edirik. Bir daha mən də ekranlarımız vasitəsilə sizi və komandanızı təbrik eləmək istəyirəm. Artıq sabah bayramdır. Hamımız bayrama hazırlaşırıq. Gözəl bir il diləyirəm sizə də və bütün bizi izləyən tamaşaçılarımıza da. Belə dəyərli izləyicilərimiz, IBC Irrigation Sistemləri şirkətinin təsisçisi Hüseyin İşbilirlə müasir suvarma sistemlərindən, texnologiyalarından danışmağa çalışdıq, söhbətimizi elədik. Siz isə növbədə əməkdaşımız Vasif Ayanın hazırladığı Zirə Gülçülük Mərkəzinin çox gözəl bir sujeti var. Aqrar məsləhətləri izləyin, sonra yenidən studiyamızdayıq. Yazın əvvəlində Gəncə çölündə, yazın əvvəlində Gəncə çölündə çıkıplar yine de dize laleler, dize laleler, yağıştan islanan yarpaqlarını. Biz hal-hazırda orxideya bölümündəyik və Rufan bəy bizə biraz məlumat versin. Orxideya gülü haqqında,
Buna daha çox tələbat var bildiyimə görə. Bax, hal-hazırda artıq innovasiya dövrüdür. Bax, bu gördüyünüz orxideyaları biz özümüz istehsal edirik. Azərbaycanda ilk dəfə olaraq kütləvi şəkildə Zirəgüsü kompleksində bu gözəl bitkilər istehsal olunur. Zirəgüsü komandası edir və orxideyalar bu günlərin ən tələbatlı güllərdən biri sayılır. Orxideyanın təbiətdə çox növləri var. Bu Phalaenopsis növüdür. Phalaenopsis növü digər növlərdən fərqi ondan ibarətdir ki, bunlar ağaçlıqda formalaşır, yapışqanlıq yaradır və kökləri şəffaf qabda formalaşır. Ağaçlıqda? Bəli. Yəni ağacın gövdə hissəsində tam belə deyək də budaqlarında yapışır, orada formalaşır və orada tam olaraq budaqlarda şəffaflıq qablarda əkirik. Yəni şəffaf olmağı digər qablara baxanda, yəni orxideyanın başqa növü də var burada. Dendrobium növüdür. O şəffafdır. Niyə şəffafdır? Bütün bitki fotosintezi yarpaqdan, güldən alırsa bu kökdən alır. Ona görə o kök sistemi günəş şüaları görməlidir bir mənalı. Və bu Phalaenopsislər öz istehsalımızdır. Artıq bizdə kütləvi şəkildə artırıq və rənglər də 40-a yaxın rəng olacaq. Həm də qiymət münasibdir. Yeri istehsal üstünlüyü bir daha xatırlamış ondan ibarət ki, və biz bunun içərisinə xüsusi belə qranula şəklində gübrələrdən istifadə edirik. Ağıllı gübrə deyilən bir asmakot dərmandır. Yəni, bəli, innovasiya dövrüdür. Bu sahədə geridə qalmayıb. Yalnız su verdiyiniz zaman 20-yə yaxın mikroelementlər var. Hansı mikroelement bitki istəyirsə əldə edir. Bunlar rəngləri dəyişirmi? Başqa-başqa rənglərdə mi olur? Təbiətdə iki rəngdə olubdur populyar. Yəni, belə deyim, 64-cü ilə qədər bir bu rəng olub. Maraqlıdır. Bir də bu rəng olub. Bu günlərin təbiətdə 400-ə yaxın rənglər var. Yəni 64-cü ilə qədər 2 rəngdə 64-cü ilə qədər 2 rəngdə olubdur. Sonra isə texnologiya inkişaf edir. Hamısını başlayıblar bir-birindən. Yəni bunu insanlar nəsə əlavə ediblər sonra onu təbii ki, rəng dəyişmək, xüsusi laboratoriya şəraitinin vasitəsilə bunların rənglərini dəyişiblər. Yəni, toxumlarını skreşmini deyirlər, onu tam eləyəndən sonra başqa bir forma. Çünki bunlar əksəriyyətlə laboratoriya şəraitində böyüyür. Bəzənlər alır, məsələn, bir dənə növ var, onu da sizə təqdim eləmək istəyirəm. Bax, gördüyünüz bu təbiətdə, bu rənglərdə orxideya olmur. Yəni, dediyimiz mavi rəngdə olmur. Bunları əvvəllər neynirlər? Xüsusi spreylə belə rəng verirdilər. Amma gördülər ki, yox, gülün rəngi buton olanlar yenidən başqa bir rəngə çevrilir. Sonra innovasiya dövrü. Bax, burada xüsusi yerlər var zoğlarda, hansı ki, xüsusi boya yeridirlər. Yəni, ikinci səfər bu gül açanda ağ rəngdə açacaqdır. Bax, bu hissəyə xüsusi boya yeridirlər və ikinci səfər bu gül açanda gülün rəngi ağ rəngdə olacaq bir mənalı. Yəni, ağ rəngi başqa rənglər, tək bu yox, digər buna bənzər bir orxideya rəngləri var. O, texnologiya vasitəsindən rəngi dəyişilir. Bu çox maraqlı bir məsələdir ki, bu elmdir də artıq. Çünki onun budağından onun rəngini dəyişirlər. Mən sizə inandırım ki, ümumiyyətlə son vaxtlar Avropada statistikaya görə güllərin şahı nə sayılır? Qızılgül sayılırdı. Amma bugünkü gündə statistika dəyişibdir. Azərbaycanda da bu şamillik olundu keçən il. Orxideya daha qızılgüldən üstünlük oldu. Yəni, hər kəs qızılgül alardı. Tələbat artdı buna. Tələbat artdı. 8 mart əsas periodunda Beynəlxalq Qadınlar Günü münasibətdə olanda günündən bütün hər kəs yəni gül hədiyyə verər simvolik olaraq və orxideya simvolik olaraq bu illərim Azərbaycanda statistikanı dəyişdi ki, yəni qızılgüldən çox hər kəs orxideya əldə edir. Ucqar regionlardan da bizi yığıb orxideya haqqında məlumat istəyirlər. Çox güman ki, bir müddət də bu liderliyi saxlayacaq. Təbii ki, yəni orxideya elə bir güldür ki, yəni yenə deyim, təbiətdə çox növləri var, hətta bunların ətirli növləri də var, amma bugünkü ən tələbatlı güllərdən biri sayılır. Çox sağ olun, Rüfan bəy. Bu da yeni bir məlumat oldu bizim üçün. Belə, dəyərli izləyicilərimiz, Aqrar Baxış verilişinin cari ildəki sonuncu proqramını sizlərə təqdim elədik. Sonda isə bayramınızı təbrik etmək istəyirəm. Yeni il xoş ab-hava ilə, gözəlliklə, huzurla və sağlıqla evlərinizə gəlsin. Biz isə gedirik. Gedirik ki, 2024-cü ildə növbəti dəfə qarşınızda olaq. Bizi izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.